Avropa Parlamenti İMEDİ televiziya kanalının fəaliyyətini bir il müddətinə qadağan edib. Moldova isə 3 Gürcüstan telekanalına İMEDİ, Rustavyor və Post TV-yə akreditasiya verməkdən imtina edib. Bu barədə məlumatı İMEDİ telekanalı yayıb. Məlumata görə qəbul edilən qərar səbəbində telekanallar Avropa Şurası Nazirlər Komitəsinin 135-ci sessiyasını işıqlandıra bilməyəcəklər. Həmin sessiyada Gürcüstanın Xarici İşlər Naziri də iştirak edəcək. İMEDİ telekanalı Moldova hökumətinin qərarını peşə fəaliyyətinə maneə və müstəqil mediaya hücum kimi qiymətləndirir. Kanal həmçinin bildirib ki, Avropa Parlamentinin qərarı ilə bağlı Avropa Şurasına müraciət ediblər, lakin hələ cavab almayıblar. Telekanalın yaydığı məlumata əsasən Avropa Parlamentindən daxil olan rəsmi məktubda qeyd olunur ki, qərar İMEDİ həftəsi proqramında yayımlanan reportaja əsaslanıb. Həmin reportajda jurnalist Rasa Yukuneviçyene ilə müsahibə almağa cəhd edib. Qərarla bağlı Tbilisidə müxtəlif qiymətləndirmələr səsləndirilib. Təhsil İl və Gənclərə İş Komitəsi Ali Təhsil haqqında qanuna dəyişikliklə bağlı qanun layihəsini ikinci oxunuşda müzakirə edərək təsdiqləyib. Layihəyə əsasən 2025-ci il 17 dekabr tarixinədək ali təhsil müəssisələrinə qəbul olunmuş və dövlət qrantı qazanmış tələbələr həmin qrantı saxlayacaq və istədikləri halda onu yaxşılaşdıra biləcəklər. Dəyişikliklərin zərurəti ondan sonra yaranıb ki, 2025-ci il 17 dekabrdan etibarən qrant maliyyələşdirilməsi ləğv edilərək hökumət tərəfindən təsis olunmuş ali təhsil müəssisələrində tam dövlət maliyyələşməsi modeli tətbiq olunub. Bugün ikinci oxunuş zamanı dəqiqləşdirilib ki, tələbələr əldə etdikləri qrantı 2030-2031-ci il tədris ilinin sonunadək saxlayacaqlar. Deputatlar arasında fərqli mövqelər olsa da, Təhsil Nazirliyi həmin müddətin dəyişdirilməsini məqsədə uyğun hesab etməyib. Qanun layihəsinə sürətləndirilmiş qaydada baxılır və onun bugün yekun qəbul olunacağı gözlənilir. ABŞ prezidenti Çinə rəsmi səfəri çərçivəsində görüşlərə başlayıb və Çin lideri ilə 2 saat davam edən danışıqlar aparıb. Görüşdə Amerika tərəfindən dövlət katibi Marco Rubio, Müdafiə naziri Pete Hegseth, Maliyyə naziri Scott Bessent və ticarət nümayəndəsi Jameson Greer iştirak ediblər. Donald Trump qapalı görüşdən əvvəl Xi Jinpingi dost adlandıraraq bildirib ki, ABŞ və Çin arasındakı münasibətlər heç vaxt indiki qədər yaxşı olmayıb və bundan sonra daha da yaxşı olacaq. Öz növbəsində Çin lideri qeyd edib ki, Vaşinqton və Pekin rəqib yox, tərəfdaş olmalıdır və ticarət müharibəsində qalib yoxdur. O həmçinin Donald Trumpı xəbərdar edib ki, Tayvan məsələsi ABŞ və Çin arasında münaqişəyə səbəb ola bilər. ABŞ-ın vitse-prezidenti J.D. Vance Donald Trumpın Amerikalıların maliyyə vəziyyəti ilə maraqlandığı barədə iddiaları rədd edib. O bildirib ki, prezidentin sözləri yanlış şəkildə təqdim olunub. Donald Trump daha əvvəl bəyan etmişdi ki, İranla sülhə nail olmaq prosesində Amerikalıların maliyyə vəziyyəti onun üçün əsas məsələ deyil. Bununla yanaşı J.D. Vance'in sözlərinə görə İranın nüvə proqramı ilə bağlı danışıqlar irəliləyiş istiqamətində davam edir. İranın Xarici İşlər Naziri Abbas Araqçı Küveyti İranın 4 vətəndaşını dərhal azad etməyə çağırıb. Onun sözlərinə görə həmin şəxslər Küveyt hakimiyyəti tərəfindən Fars körfəzində saxlanılıb. Abbas Araqçı bildirib ki, Tehran cavab vermək hüququnu özündə saxlayır. Küveyt dövlət mediasının məlumatına əsasən mayın 12-sində hakimiyyət İran İnqilab Keşikçiləri Korpusunun üzvü olduqları iddia edilən 4 nəfəri saxlayıb. Bildirilir ki, onlar ölkəyə düşmən fəaliyyətləri həyata keçirmək məqsədi ilə daxil olmağa çalışıb. İran isə bu məlumatı təkzib edərək bildirib ki, həmin şəxslər sahil mühafizəsinin rutin tapşırığını yerinə yetirdikləri və naviqasiya sistemindəki nasazlıq səbəbindən Küveyt sularına düşüblər. İsrailin baş nazirinin ofisi bildirib ki, İranla müharibə dövründə Benyamin Netanyahu gizli şəkildə Birləşmiş Ərəb Əmirliklərinə səfər edib və prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla görüşüb. Bildirilir ki, bu səfər iki ölkə arasındakı münasibətlərdə dönüş nöqtəsi olub. Həftənin əvvəlində ABŞ rəsmiləri təsdiqləmişdilər ki, İsrail İranla müharibə zamanı Birləşmiş Ərəb Əmirliklərinə dəmir gübbə hava müdafiə sistemi və hərbi personal göndərib. Bununla paralel olaraq Birləşmiş Ərəb Əmirlikləri Xarici İşlər Nazirliyi bu məlumatı təkzib edib və əsassız adlandırıb.
Böyük Britaniyanın baş naziri parlamentdə nazirlərlə görüş keçirib və bildirib ki, Labourist partiyasında lider dəyişikliyi prosesi başlasa, bu partiyanı böhrana sürükləyəcək. Medianın məlumatına görə Səhiyyə naziri West Streetingin tərəfdarları onun bugün vəzifəsindən istefa verəcəyini və Keir Starmerə qarşı partiya liderliyi uğrunda mübarizəyə başlayacağını bildiriblər. Downing Street nümayəndəsi isə qeyd edib ki, baş nazirin Streetingə tam etimadı var. Daxili İşlər Naziri Patrul Polis Departamentinin rəhbəri heyəti və əməkdaşları ilə görüş keçirib. Sulxan Təməzəşvili departamentin infrastrukturunu, iş məkanlarını və vahid xidmət mərkəzini nəzərdən keçirib. Görüşdə patrul polisinin fəaliyyətinin effektivliyinin artırılması və vətəndaşlar üçün polis xidmətlərinin daha əlçatan olması məqsədi ilə həyata keçirilən və planlaşdırılan layihələr müzakirə olunub. Nazir həmçinin vurğulayıb ki, polis əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması və polis infrastrukturunun yenilənməsi prioritet məsələsidir və bu istiqamətdə işlər aktiv şəkildə davam etdiriləcək. Niderlanddan Gürcüstana turist axınının artırılması məqsədi ilə marketinq kampaniyasına start verilib. Niderland mediasının nümayəndələri Let's Visit Georgia adlı geniş televiziya proqramı hazırlayırlar. Çəkilişlər Tbilisi, Siğnağı, Vaşlovani Milli Parkı, Mtsxeta və Stepan Tsitsmindədə aparılır. Verilişdə Gürcü mədəniyyəti, turistik məkanlar, kurortlar, milli mətbəx və şərab haqqında məlumat veriləcək. Ədliyyə Nazirliyinin dəstəyi ilə Mindiya Uğrexelidze və Beka Kantaryanın həm müəllif olduqları 19-cu əsr Gürcüstanı Avropa hüquqi mədəniyyətinin magistral yolunda adlı kitabın təqdimatı keçirilib. Tədbirə Milli Kitabxana ev sahibliyi edib. Təqdimatda Ədliyyə Naziri Pata Saliya da iştirak edib. O, Mindiya Uğrexelidzenin nazirlik sisteminin fəaliyyətinə verdiyi xüsusi töhfəyə görə Ədliyyə medali ilə təltif edib. Mindiya Uğrexelidze Gürcüstan Cinayət Hüququ Elmi Məktəbinin banilərindən biri hesab olunur. O, müxtəlif illərdə Gürcüstan Ali Məhkəməsinin sədri, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi olub. Həmçinin Dünya Hüquqşünaslar Assosiasiyası və Beynəlxalq Cinayət Hüququ Assosiasiyasının üzvüdür.